Hoş gördük əziz dinləyicilər. Bilmirəm bilirsiniz ya bilmirsiniz. Gürcüstanda bu yaxınlarda bir etiraz baş verdi. Orada olan Azərbaycanlılar Marnauli və ona yaxın ərazilərdə Azərbaycanlılar yolları bağladılar və etiraz etdilər. Hətta bu etiraza Gürcüstanın zindanda olan keçmiş prezidenti Mikhail Saakashvili də fikir bildirdi və bildirdi ki, oradakı Azərbaycanlılara əzmi olmaz. Onlar Gürcüstanın necə deyirlər, qürurudurlar və s. Bununla işim yoxdur, amma Azərbaycanda bir fikir verdisə, sanki heç kəs buna bir fikir bildirmədi, bunu bir reklam etmədi, bu barədə danışılmadı. Nədən danışılmadı? İndi mən ondan izah eləməyə çalışacağım ki, nədir problem? Orada yaşayan problem. Orada yaşayan problem ondan ibarətdir ki, dostlar, birinci onu yadda saxlamaq lazımdır. Gürcüstanda bir neçə dəfə mən bu Borçalıda olan istər gürcülərin Azərbaycanlılara qarşı olan o etnassızlığını, hörmətsizliklərini demişəm, o diskriminasiya orada var. Və həmişə də ki, oradakı Azərbaycanlıları ona səslənmişəm ki, nəhayət özünüzə sahib çıxın. Siz özünüzə sahib çıxmadıqca kimsə sizə sahib çıxmayacaq. Bunun üçün də Gürcüstan kifayət qədər demokratik ölkədir. Orada bir siyasi toplumunuzu yaradın, bir partiyanız olsun, hökumətdə söz sahibinə çevriləsiniz. Kifayət qədər sayınız var. Amma hələ ki bunu görmürük. Amma lokal etirazları görürük və bu etirazlar həmişə də baş verəcək. Onu yadda saxlamayın. Onu yaddan çıxartmayın. Demək, burada baş verən hadisə ondan ibarətdir ki, Gürcüstanda demək olar ki, bütün kənd təsərrüfatı ilə Gürcüstanı təmin edən Azərbaycanlılardır. Orada yaşayan Azərbaycanlılardır. Və bu Azərbaycanlıların istər meyvə, tərəvəz, pomidor, xiyar və tərəvəz məhsullarını satmaq məsələsində deməli Gürcüstan Azərbaycandan başqa ölkələrdən ucuz deməli pomidor, xiyar gətirir və yerli istehsalçılar məhv edilir, ölür. Bəzən bəlkə də bunu fikirləşərsiniz ki, bu nə əladır, bizimkilər buradan xiyar pomidorun göndərir, əsas o da bizə bir şey dəyməsin, görürsən Gürcüstan hökumətinə yaxşı münasibətimiz var. İnanın mənə, Gürcüstan hökuməti sizdən çox və qat-baqat ağıllıdır. Bilirsiniz niyə? Bu günləri sizə elə bir silah ortaya qoyur ki, siz özünüz öz vətəndaşınızı orada, öz ucuz pomidorunuzu satmaqla öz şəxsi mənafelərinizi düşünüb, oradakı Azərbaycanlılar məhv olur və orada böyük bir problem yaranır. Kənd təsərrüfatını, bütün Gürcüstan kənd təsərrüfatını təmin edən oradakı Azərbaycanlı sabah o kənd təsərrüfatından vaz keçərsə nə olacaq? Vaz keçərsə oradakıların vəziyyəti biraz da pisləşəcək, köçməyə çalışacaqlar, ora-bura gəlməyə çalışacaqlar, dağılacaqlar, ya Avropaya gedəcəklər, ya Rusiyaya, ya da Azərbaycana keçəcəklər. Elə Gürcüstan hökuməti bunu qəsdən belə eləyir ki, oradakı Azərbaycanlının rıçağını, onun orada durmaq rıçağını əlindən alsın və bu da biz tərəfindən də yaxşı qəbul edilə bilər ki, nə deyirik, bizim pomidorumuzu, xiyarımızı göndərir buradan. Yox, əsl həqiqət mən düşünürəm ki, oradakı Azərbaycanlıya vurulan zərbədir. Biz oradakı Azərbaycanlını qorumalıyıq. Hər bir dövlətin əlbəttə öz siyasəti var. Necə ki, hər bir dövlət də öz yerli istehsalını qorumalıdır. Məhz Gürcüstanda baş verən bu hadisələr ən böyük zərbəni heç bir Gürcüstanın heç bir bölgəsinə yox, məhz elə Azərbaycanlılar yaşayan bölgəyə vurur və onları tərk silah edir, onları cana doydurur, onların boyunlarına borcları yığır və beləliklə onların əlindəki işləmək, yaşamaq imkanlarını onun əlinə aldıqdan sonra nə baş verəcək? Əlbəttə ki, onlar orada qalmayacaq. Burada yalnız və yalnız oradakı Azərbaycanlılara üst tuturam, bildirirəm ki, mənim əzizlərim, nəhayət özünüzə sahib çıxın. Heç kəsə güvən yoxdur, heç kəsə güvənməyin. Bu günləri hər kəsin başı pula qarışıb, sizə heç kəs dəstək verən deyil. Orada demokratik bir ölkə var, orada kifayət qədər Azərbaycanlıların siyasiləşmiş insanları var. Gedin özünüz üçün bir partiya qurun, o partiyada birləşin və öz haqlarınızı birlikdə nümayiş etdirib hökumətə yedirdə, yəni Gürcüstan parlamentində öz sözünüzü deyə biləsiniz. Təşəkkür edirəm.